Mən yenə də rayondan süd gətirmişəm və yenə də qatığı özüm hazırlayacağam. Burada 2 litr süd götürmüşəm və yaxşıca qaynadıram və təkrar 15 dəqiqə yenidən qaynadıram. Həm buxarlanma getsin, qatığımız yaxşı alınsın, həm də ki südün yağlıq faizini təxmini yoxlamalıyam. Burada öncədən saxladığım 2 xörək qaşığı qatığa, 3 xörək qaşığı biraz soyumuş südə əlavə eləyib, yaxşıca qarışım hazırlayırıq. Orada isə südümüz soymağa davam edir. Südü çox da soymağa qoymuruq, çünki qatığımız yaxşı tutmalıdır və qarışımı əlavə eləyirik südün içərisinə. Əslində yay fəslində heç vaxt südü mən bükmürəm. Əksinə onun ağzına aşizən yerləşdirirəm ki, buxarlama getsin və qatığımız daha gözəl tutsun. Qışda və biraz da daha tez qatığımızın tutması üçün beləcə bükürəm. 3, 4, 5 saat da ola bilər. Qatığımızın tutmasını ara bir qazanın qapağını açıb yoxlayırıq və əgər qatığımız tutubsa soyuducuya yerləşdiririk. Təxminən 1-2 saat sonra kəsə bilərik və budur. Çox gözəl qatığımız hazırdır.